Bu rədifə otuzdurmaq var ya sözü ya. Ki, havada qalmasın rədif. Ki, Rəhməti Ələmdar deyir ki, rədifin üstündə barmağı tutsun ki, oxunmasın, ucunda qalacaq göydə. Sabir bir dənə rədif tutur. Rədif də hələ olsun ki, gərək. Rədif sözünün mənası, bir mənası qoşqudur. Qoşqu. Arabaya bir qoşqu olmur, odur. Hələ bir ki, hər beytin dağıcan o qoşqu gəlir, elə eləyəsən ki, Düz istiqamətlə gedə. Ondan müğayyət olasan o qoşqudan. Prinsip. Bir mənası da onun amonim deməkdir. Bir mənası. Yəni, eyni səslənib müxtəlif mənanı verər. O çəkər görsən necə oynayır. Bir şəkil çəkmək, bir var dərd çəkmək. Bu şairin də ustalığı nədə bilinir? Bir dənə rədif tutur ki, ətə. Ət. Öyüzən sənin. Neyi yapışdıracaqsan bu ətə? Adama deyərlər. Əti rədif götürür. Qafiyanı da götürür aş. Bəzi yerlərdə təsadüf olunur aşə ətə. Müftə görcək tuturam kəndimi bozbaşə ətə. Görürəm ta əti qəssab dükanında asılıb az qala it kimi nəfsim hürə dırmaşə ətə. O qədər xoşlanıram tüstüsü çıxacaq kababın, az pişik tək cumuram şovq ilə bir başə ətə. Nuş olur canıma ət. Xalsa uhəng amədə ki, mən yiyəm xırda uşaqlar baha ağlaşə ətə. Satiradır ya bu ya. Deyir, xərc edir bir para əşxas, yəni şəxslər. Xərc edir bir para əşxas, pulun bayranda. Zəfəranə, yağa razyanə, yaxaşxaşə ətə. Hər dəfə ətə görünüz 30 durur sözü. Fil-həqiqət yeməli şeydir əgər pulsuz ola, yaramır pul verirlər hər qoruya, yaşə ətə. Pul ancaq yaraşır, çinliyəsən sanduğa. Nə ki xərc eyləyəsən millətə, dindaşə, ətə. Öylə zəhləm gedir, Allah da bilir millətdən. Oluram süst, adı gəlcək, dönürəm laşə, ətə, leşə də yəni. Gör o çətin qafiyə ilə necə gətirir o 30 durur. Həmin o çətin bir rədif deyət. Hardan danışırsan, gərək orada gəlib mənanı 30 durasan. Sabirin bu texnikası var ha.